kör, kartof, yumurta. Şimdi bir de koy kaynat. O şükür Qurana and olsun deyirəm. Ya sən təsəvvür edirsən ki, öz başım belə şişdi də. Xalanın saçlarını Fatma nənənin hörüydü. O kimdir? Mamamın saçları Fatma xalanın hörü. Hə, az hörü bir saçını. Salam, salam əzizim. Hardaydın? Harda? Çay çək. Sən bu iş bir dənə xasiyyətin xoşuma gəlir. Həncamən içində özünə sayf. 11 ay zəng gəlib siz adam attım. Necə? 11 ay zəng gəlib siz attım. WhatsApp başa düşmədim. Hər kim atıb ürəyim. Allah canını sağ eləsin. Mən öşləyirsən bacı qurban. Onlara sağ ol de. Mama çay dünən səhərin çayıdır da, hə? İndi gəlməmişim ha, dünənin səhərin çayı. Mama, şirən altı bir tez olur. Uşaqlar ardadır. Oğlum komendantlı gəlib termosunu doldurmağa gedir indi binanın ətinə. Ay, yapışar ha əli. Sevdə pax. Hə? Gəl bura, qaqa, gəl əqli sil. Əqli sil ki. Mən bunu silib gedirəm, sildə. Mama, yerdə paxlava var ha, istidir. Oğlum, sənə ana qurban olar, başıma dönüm atam. Ged buradan, canımın içi. Mama acdı bəlkə o, gör nəsə istəyir, hazırlayayım ona. Gəlsə gəlmişdir. Mama, bayram yumurtası boyatlaşmış var. Stol üstü yoxdur, qutardı. Mama, bir də özünü göstər kamerada. Niyə? Göstər də söz deyirəm. Göstər bir dənə. Söyməsinlər ancaq. Estağfurullah. Mama, bunu giderden sarkı yok verdim. Onlardan götürdüm. Mama, saçımı kim örür? Saçımı özü örmüşəm, bax daha. Uzadıram saçımı. Kim istəsə kəsin Ay Allah, uzadıram yüzdə. Çox sağ olun. Mama, sənin üçün yazıblar ki, gözəl anam. Mama, çok sağ olun. Allah sizə ömür versin. Çox sağ olun, təşəkkürlər. Allah sizin də analarınızı qorusun. Sizin kimi ananı söymək olar, varlamaya. Ana qədri bilməyənlər təbii ki. Demiş, bədən şəkilləndirmə edən, nəsə yazmışdınız. Bədən şəkilləndirmə var məndə, bəli, liposuction olmuşam, full bədən şəkilləndirmə Elçin Zodan. Elçin Zodan. Çox sağ olun, təşəkkür edirəm. Əynimdəki dəst ucuzlu 49-dan qızları. 3 il bundan qabaq 25 manat almışdım, 33 manatdan endirimlə. Yenə olmalıdır, razindədir. Kim? Ben yeri turşuyum. Ben de turşusu uzak başı kenara un turşusu. Gelme. Ayana. Yoksa bu. Sən nə deyir, yoxsa bu. Ana. Bak yoksa bu. Bu. İnur yatır. Getdim Öynürün yatdığı yerdən götürür telefonu, görsən, ağzını yatdı. Otur söz deyirəm, söz deyirəm də. Buna bakın. Yəni kim qoyub üstünə? Ben yağın tutardı sizin yanında. Çilə, əqli sınırda getib qoyub. Abdom nə? Abdomina? Yo, abdoplastika. Yox, ürəyim. Məndə abdomal... Ay bacı, məndə abdominalıq heç nə yoxdur. Ay Allah, dilim nətər topu vurdu, yorğunluqdan da Qurana ki, xanım, məndə abdominalıq heç nə yoxdur. Abdominal, qarın, fartuqlu, çox uşaq dünyaya gətirən xanımlar, çəkili xanımlar üçün nəzərdə tutulub. Bədən şəkilləndirmə əməliyyatı haravısa şişirtmək deyil. Bədən şəkilləndirmə əməliyyatı sadəcə qadının bədəninə biraz forma verilir. Mən 59 kilo çəki ilə girmişəm əməliyyata. Yox, mən bilmirəm. Məndəki Elçin Zodandan mən çox razıyam. Zodanov elə-belə həkimdə deyil. Zodanovun reklama ehtiyacı yoxdur. Zodanov günə 10 dənə bədən şəkilləndirmə əməliyyatı edir. Kimi soruşsan əməliyyat.
Bacı, inansan, ikinci dəfə bədən şəkilləndirmə elətdirənlər üçüncü dəfə də əməliyyata gedirlər. Riayət eləmirlər deyənə. Hansı ki, ən azı həkim sənə deyir ki, 3 ay yemə, diyetavı gözlə. 3 aydan sonra başla ye. Çünki o sənə vurduğu piy var ha. O piy proteindir. Orada yeməklə toqquşanda sənin bədənində şişmə verir. Mən yeyə bilmədim. Mən yesəm indi sənə boyda olaram, kökələrəm. Yeyə bilmirəm. Mən bədən şəkilləndirmə eləmişəm. Sən əmin olaraq düzgün başa sal. Dinən mənim bədənimdə, nahiyəmdə olan piy çəkib vurub. Onlar elə bilir ki, sən bədən şəkilləndirməsə süni gel oturmuşsan. Yox ay qız, qətiyyən. Hətta onlar o elə başa düşür. Mənə çox adam sən elə deyir. Amma sənin öz təbii bədənindir. Onları elə başa sal. Dinən mənim hər nəyimi düzəldibsə özümdən düzəldib. Əlavə etsinə olmuyor. Heç nə, heç nə. Sən onlara onu elə. Demişəm də, dəfələrlə demişəm. Mən Elçin Zoranın nömrəsini at. Müştərilərimdən biri idi. Hə, get. Sən Elçin Zoran. Elçin Zoranın şəxsi nömrəsi var məndə, onu atarım bir dəfə. Özünü istəyir. Yo, Elçin Zodan, Əmraslanın qardaşıdır. Elçin Zodan reklama ehtiyacı yoxdur axı. Elçin Zodan yenə deyirəm, ay qızlar, Elçin Zodan əməliyyatxanada vaxt tapır. Başa düşdün, əməliyyatları olmuşsa necə olur? Sırayla. Allah ömür versin. Sevda gözəldir. Əlbəttə Sevda təbiidir. Heç nə yoxdur Sevda. Sən niyə həmişə qəndən istəyirsən? Özüm sevirəm qəndən içməyi. Bir Teydarova artıq deyəsən Azərbaycanda çalışmır. Səhv etmirəmsə Qətərdə klinikası var. Bəli, Sevda eləlidir. 2 uşağı var, boşanıb dosta. Evli olub da, evli olub ayrılıb. Sevin Teydarova da pis həkim deyil, gözəl həkimdir. Düzdür, mən onun bir işindən yararlanmışam. Hətta o mənə deyəndə ki, səni yatızdırıram, kökücəyir eləyim, üzvə qoymadım mən. İndi elə peşmanam, kaş sifətimi dəyişdirərdi. Çox istəyirəm Sevin Teydarovanın xətrini. Düzdür, elə darıxmışam onun üçün. Keçən dəfə elə biləm gəldi Azərbaycana, görə bilmədim amma. Bəli, bədən şəkilləndirmə əməliyyatı ağrılı olur. Xanım, mətbəxdə iş görəndə nəsə doğrayırsan, əli bir bıçaq kəsir. Çıqqılı bir bıçaq kəsir. Adicə yay vaxtı bir qurd səni vurur, çalır, belə deyək də, bizdə belə deyilir, çalır, vurur. Qaşıyırsan, incidir, haradasa səni əsəbləşdirir, ağrı verir. Əməliyyat da elədir. Amma ən azı bilirsən ki, onun sonunda sənin gözəl nəticən var da. Deyir, gözəllik qurban tələb edir ha. Ağrılıdır, bəli. Mən işə gedib gəlirdim, marşrutda ayaq üstə gedirdim. Vay halva ki, səni tanıyıb deyərlər ki, gəl otur Nərmin xanım. Deyə bilmirsən, axı otura bilmirəm. Ay Allah, havalanırdım. Gəlirdim evə canlı açırdım. Deyirdilər ki, Nərmini filan marşrutda gördüm, yer verdim, oturmadı. Deyə bilmirəm, axı otura bilmirəm. Necə oturum? Ayaq üstə gedirəm marşrutda. Mən kesir oldum, dözəmirəm, hələ də ağrısına. Bəli. Siz haralısınız, Yerazlı, mamam Yerazlı, atam Salyanlı. Hələ bu xanım kesirə dönür. Atam Şamaxılıdır. 2 aydır deyir, bədən şəkilləndirmə olmuşam, özümə gələ bilmirəm. Orqanizmadan, anatomiyadan da çox şey asılıdır, əzizim. Mən burun əməliyyatı oldum, gəldim canlıda oturdum. Burnumda, üzümdə zərrə göyərmə olmadı. Mənim rəfiqəm burun əməliyyatı... Gözü gömcü. Mənim rəfiqəm burun əməliyyatı oldu. 7 gün burun gözünü aça bilmədi.
Bəli, məndə təbiidir. Məndə ümumiyyətlə qızlar yenə deyirəm, özüm tərif olmasın. Şükür Allah, mən hamının gözünün önündə çalışıram, hamı da məni görür. Burada 1400 nəfər adam var, ən azı 1000 nəfəri məni canlı olaraq görüb. Məndə bütün əməliyyatlarım təbiidir. Doğmaq ya kesir. Hüseynzadə, əslində doğmaq daha yaxşı bir şeydir, amma mən ikisini də kesirlə üzr istəyirəm burada. Öz xoşuma da eləməmişəm. Mən çox ağıra, yüngülə, gücə elədim, həkim məsləhət görmədim. Amma əlbəttə təbii doğuş gözəl şeydir. Ağlı olan doğar. Hə, sizdə təbii gözəl. Bəli, Fidan Həbibzadə. Allaha and olsun, bunu mən demirəm ha. Bunu bütün məni əməliyyat eləyib cərrahiyyə şöbəsindən çıxan doktorların belə deyir ki, çox fərqli bir xəstə çıxdın da sən. Çox bütün xəstələrdə deyir, yaxşılanıra söz yox. Tamam deyir, əməliyyatın da su kimi keçdi, özün də rahat. Maşallah gününüz olsun. Bacınız nə cəb eləmir, istəyir. Bilək, istəyir əslində, istəmir əslində, mən istətdirəcəm. Hüseynzadə, məndə birinci uşaqda qalmışdı, ikinci uşaqda izi də qalmayıb. Çiçək. Mən gedib indi idman azadlanır, sabah deyəcəklər ki, Nərmin canlıda deyirdi, bacısı bədən şəkilləndirmə olur. Elə şey olur, bacısı bədən şəkilləndirmə olanda qorxur, deyəsən. Yox, Sevda heç ümumiyyətlə Sevda kök deyil, qızlar. Mən Sevda kimi olmaq istəyirəm. Sevdan 1 qram köklüyü yoxdur. Sevdanın buralığında belə pırt-pırt əti yox, heç nə. Yadınızda saxlayın, telefon sizi 8 kilo belə kök göstərir. Ön kamera adamı 7-8 kilo kök göstərir. Mən neçə kiloyam? Robna 54 kilo. 60 kilo olmağa hədəfim var. 58 olsan bəsdir. 58 olsam bəsdir, 58 kiloyam da nə? Nə qədərdir boyun? 1.65. 58 kiloyam da nə Sevda? 58 ola bilməz. Sevda 58'am axşam. Mama! Mama! Mən Sevdanı görmüşəm, çıxılırdı. Mama! Çıxılı sənsən ha? Ayda Luna, sən də sağ əlin mənim başıma. Bacı nə olar ki? Bacı Luna bizim pişiyimizin adıdır. Hanı bacı? Luna'nı. Bir də qıza verdim, qız da çıxıb gedir Türkiyəyə. Qoy, pişiyin əğı yüngül olur. İndi nə olacaq Sevda pişik? Sahiblendirir. Bir də şeylə burası. Hər şey deyirəm. Buran sıfır. İndi pişiyimiz nə olacaq? Nə olmağını istəyirsən pişiyimizin? Yox, bizim pişik nə olacaq indi? Yox, sən nə olmağını istəyirsən? Aparır pişik Türkiyəyə. Üstünə gedim alım gətirim. Allahın birinin şəklini atmıyor mənə. Ki, Sevda mənə pişik deyil, şəklini atmıyor mənə. Özü də burada canlıdadsa baxırsa etsin. Baxam nədir, mən verdim var, evdə olmuyordum, işdə olurdum, baxma. Nəmiş Sevayədi Ulyadır. Sırqa alan. Bu? Zabrat. Mənim moderatorumdur, ay qız. Zabrat. Bilmirəm ki. Bir dənə zabratlı xanım. 2 sırğa alan. 2 sırğa alan, bir zabratlı xanım. Gəldi ekstra brendlərə bir-birimizi gördük. Gəldi ekstra brendlərə bir-birimizi gördük. O şurada başı bağlı xanım. Başı bağlı xanım. Eşidirsən mən, sən ne deyirsən ki? Eşidirəm mən, sən niyə deyirsən ki? Boy. Vay. Ağza. Ağza. Nə misil buralı, bir cəmat elə gəlir. Vaxt adamın evinə gələr, qurban olun sənə. Bir mənə balığına torbu gəlir götürməyə. Hə, odur. Bacın neçə kilodur? 60. 60. Nə bişirirsiniz? Şorqoğalı. Nərmini özüm işlədirəm. Şimdi birazdan aracıq qaçacaq yatmağa. Sağ ol bəyim. Nərmin özüm işlədirəm qızlar.
effektin gördü. Paylaşmışım bir WhatsApp'da effektin gördü story'ni. Effektini. Ha da bir daha şey. Zahra. Hayır. Ha, o da öyle statusunda gördü benim. Ya, səndə heç kim gəlməyib, yox. Mənə yazdı, dedim sevgiyə yaz. Hə, mən nə deyirəm, məndə də gördü də, mənim də statusumda gördü. Qaydalım bilmirəm. Aman qurban. Sağ ol. Mama, get bezləndi olub, gətin nərini fransızsın. Eləmə, nərini yatmağa qoyma, mama. Qətiyyən yatmağa qoyma. Nərini işlət, mama. İşlət. Eyvah, işlət nərini. Budaqlarda ağırtdılar başını, yarda qalmaz əl qardaşını. Düşmənləri. Deyir, xalanın saçı parikdir. Mənim? Yox. Nə qalada deyirlər? Yox, mamam deyirlər. Gel bacı saçını niyə yığmır? Ay balam, yığmaq istəmirəm. Nə istəyirsiniz? Kübacı qardaşınız da yoxdur. Saçları açıq qoğal edir. Mən saçışa vermirəm ki, özüm bilərəm. Saçı açıq edirəm, belə edirəm, elə edirəm. O mənim özümə baxır. Səy. Bizdə yeyirlər. Yəni, mən pişirdiyimi sən yemirsən ki, əsas olur. Düz dedim, bacım qurban. Eyvallah. Dik başam, sözü üzə deyənəm. Bir sözlə ürəyim soyumur. Acı nə dedim qurban olum? Yəni, mən başqa şeyəm də. Sən orada sözü ilə keçirdə bilərsən, amma gücü ilə keçirdə bilmərsən mənəsə. Yəni, sözlə oradan keçirdə bilərsən, yanımda deyə bilmərsən. Aynən mən, bəli, Tural. Neyniyim bacı, başıma dönüb oyam da. Neyniyim? Bacısan, qaqaşsan, dayısan, əmisən, bilmirəm, deyim dayı. Sevda. Bəli. Sinir. Deyirəm ben sevda sinirsən. Deyirsən sevda kimi öpürsən. Sevda keçən soğuk. Ona görə onu sinirəm. Tuğla bağlanır. Sən deyir sevda kimi eləmirsən, onda sənkini sinirəm. Ədə. Yağı çoxdur. İnşallah. Toba. Həqiqi yağı çoxdur. Qoğalın yağı çox olar. Ne kadar bakacağım. Sen başlarından Bilmem. başından. Sen deyir, haqqı itirən deyir. Elə dedi. Deyir kim sənin haqqı itirir ha. Nə bilim dedi. Mən sənin haqqı itirənmərəm. Harada görür başıma öpür.